Salam, biz biologiyadan bugün böyüdücü cihazlar haqqında məlumat alacağıq. Böyüdücü cihazlar bilirik ki, müxtəlif preparatlara, müxtəlif hüceyrələrə, toxumalara baxmaq üçün istifadə olunan cihazlardır. Böyüdücü cihazlar sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Sadə böyüdücü cihazlara lupanı misal göstərə bilərik. Lupa özü üç hissədən ibarətdir. Metal çərçivədən, ona birləşmiş dəstəkdən və iki tərəfi qabarıq olan şüşədən təşkil olunmuşdur. Lupa baxılan əşyaları 2-25 dəfəyə qədər böyüdür. Digər böyüdücü cihazımız isə işıq və elektron mikroskoplardır. İşıq mikroskopları, yəni ilk dəfə 17-ci əsrdə Anton van Leeuwenhoek tərəfindən təkmilləşdirilmişdir və Anton van Leeuwenhoekun mikroskopu baxılan preparatı əşyanı 270 dəfəyə qədər böyüdə bilirdi. Müasir işıq mikroskopları isə baxılan əşyanı preparatı 3600 dəfəyə qədər böyüdə bilir. Müasir işıq mikroskopunun quruluşuna nəzərdən keçirək. Müasir işıq mikroskopları ştativ hissədən, yəni gövdə əsas hissədən və ona bərkidilmiş hissələrdən ibarətdir. Ona bərkidilmiş yuxarı hissəsində tubus yaxud da baxış borusu yerləşir. Tubusun yuxarı hissəsində okulyar, aşağı hissəsində isə obyektivlər yerləşir. Okulyar, okulus sözündən götürülmüşdür, mənası göz deməkdir. Böyüdücü şüşələrdən təşkil olunmuşdur. Obyektivlər isə bir neçə ədəd olur və biz o preparata baxdıqda obyektivləri dəyişməklə baxa bilirik hər hansı bir preparata. Və obyektiv sözündən götürülmüşdür, mənası əşya deməkdir. Ştativin aşağı hissəsinə birləşdirilən əşya kürsüsü yaxud da əşya masası var ki, əşya masasının üzərinə biz baxılan preparatı yerləşdiririk və sıxaclar vasitəsilə onları əşya masasına bərkidirik ki, tubusu yuxarı aşağı etdikdə onlar tərpənməsinlər. Və aşağıda işıq mənbəyi, işıq mikroskopu olduğuna görə işıq mənbəyi olan güzgüdən istifadə olunur. Güzgünü elə qoymaq lazımdır ki, əşya masasının ortasında olan dəliyə tam düşsün ki, biz preparatı mikroskopda aydın görə bilək. Və bir də var ki, makrovintlər zamanı tubusu yuxarı və ya aşağı hərəkət elətdirə bilərik ki, preparat daha aydın görünsün. Mikroskopun böyütmə dərəcəsini hesablamaq üçün nə edirik? Mikroskopun böyütmə dərəcəsini hesablamaq üçün okulyarın üzərindəki rəqəmi obyektivin üzərindəki rəqəmə vurmaqla mikroskopun böyütmə dərəcəsini tapmaq olar. Bizim mikroskopumuzda okulyarın üzərindəki rəqəm 10, obyektivlərdə isə fərqli rəqəmlər olduğuna görə o fərqli rəqəmləri hansı obyektivlə baxırıqsa preparata həmin rəqəmi ona vurmaq olar. Və yaxud da, məsələn, mikroskopun böyütmə dərəcəsini tapmaq üçün bilirik ki, mikroskopun böyütmə dərəcəsi bərabərdir okulyar, tubusun, obyektiv. Mikroskopun böyütmə dərəcəsini bizim mikroskopda 10 okulyarın üzərində yazılan rəqəm idi, 40 isə obyektivin üzərində yazılan rəqəmdir. Onda mikroskopun böyütmə dərəcəsi bizdə bizim mikroskopumuzun böyütmə dərəcəsi 400 olur. Yəni biz 400 dəfəyə qədər baxılan preparatı böyüdüb, həmin bu işıq mikroskopunda baxa bilərik. Böyüdücü cihazlar dərsimiz bu qədər.